Xüsusi sponsorlar Medero Hospitalı, Almarket, Apro Hospitalı. Sponsorlar uzman doktor oftalmoloq Cahid Şahbazov, Aytən Sonsuzluq Mərkəzi, Zob xəstəlikləri üzrə mütəxəssis Xəqani Həsənov, həkim kosmetoloq Nigar Sultanova, uzman uroloq Bəxtiyar Hüseynov, doktor Röya Musayeva, lor cərrah Leyla Zülfüqarova və Beynəlxalq Təhsil Mərkəzinin sponsorluğu ilə Səni Axtarıram başlayır. Murad üçün studiyaya gələn qadın kimdir? Elə bir qadın gəlir ki, yəni məhv olacaqsan. Boşanmaq yoxdur. Şok. Hayatımda o kız yok. Mənə bir şey olsa səndən görəcəklər. Bu şəxsin gəlişi Muradın qərarını dəyişəcəkmi? Məncə o xanımı görən kimi buranı tərk eləyəcəksin. Da yetərin artıq da bu qədər üstümə gəlmir. Birazdan Səni Axtarıram da. Xoş gördünüz tamaşaçılar. Vay, mənim doktorumu ilk gördüm, ürəyim, gözüm açıldı. Qəlbim açıldı. Deyirəm, bunun telefonu niyə bağlı? Səhərdə sən yığıram. Yığmışam işçilərini, az qalı onları öldürürdüm. Yeni bilirsən də məni. Belə başladım. Cahid Şahbazovu gördüm, üzüm güldü, ürəyim açıldı. Belə bilirsiniz necə, könlüm açıldı. Deməli, efir belə gecikir, mən də yığmışam içlər. Siz Allah mənə bağışlayın, o dediyim sözlərə görə bağışlayın. Deyirəm, haradadır doktor? Xoş gəlmişsiniz doktor. O iyiliyin, xeyirxahlığın, hələ 2016-cı ildə minlərlə insanın gözünə nur verən insandır. Allah sizin canınızı sağ eləsin. Etdiyiniz yaxşılıqlar öz övladlarınızın qarşısına çıxsın. Və bu həyatda Türklərin gözəl bir sözü var. O gün onu oxudum, xoşuma gəldi. Deyir ki, fazla mərhəmət maraz doğar. Hə, yəni çox təəssüf edirəm. Hə, yəni deməyim odur ki, gözəlim də buradadır. 2016-cı ildən dostlar, minlərlə insanın həyatda və ilk o kampaniyanı başlayan bu iki şəxsi burada. Alqışlayın onları. Ondan sonra o qədər bir də baxdım, aksiyalar, bir də baxdım hər şey, amma mən neyniyim? İlklərə imza atmaq və sonra da yeni ideyalar bizim taleyimizə yazılıbdır ki, çünki biz gedirik, gəlirlər, biz gedirik, biz də məcburuqdur, türklər demiş, ürətək. Biz ürətirik, götürün, iyilikdən maraz doğar. Çox da belə mərhəmətli olmaq lazım deyil bəzən. Bunu mən sizə artıq həmişə deyirdim ki, Allah qəlbinizdən mərhəmət hissini aparmasın. İndi sizə deyirəm, mərhəmətli olun, o hissi çalışın ki, itməsin. Amma çox mərhəmətli də olmayın, yerində və qədərində. Vay, Nahidə, xoş gördük səni. Nahidə, xoş gördük. Bugün geyinməmsən, Nahidə, nə gözəlsən. Çox sağ ol. Nahidə, analizinin cavabı gəlib. Nə gözəl. Han Elmir? Elmir Havuz təsdiq etdi, Elmir bəydən. Deməli, Elmirin istəyi ilə bu 3-cü dəfə bu analiz götürüldü və elə dərhal qutunu açmadan öncə analizin, Nahidənin 3-cü dəfə narkotik istifadəçisidir, yoxsa yox. O analizin cavabı açılır, narahat olma qutuda açılacaq və Murad üçün bugün bura gələn qadın hər kəsi şok edəcək. Murad, birinci şok olan sənsən, bir imkan verib, aparıcılıq eləyir. Murad, mikrofonu götür. Murad, sənin üçün bir xanım gəlibdi bura. Hayırlısı olsun. Xeyirlisi olsun. Məncə xeyirlisi olmayacaq. O zaman hayırsız olsun. Birinci sizə təşəkkürümü bildirirəm. Çox sağ olun. Təşəkkür edirəm Xoşqədəm xanım. Aynen. O xanımı siz dəqiq buraya gətirəcək misiniz bu günləri? siz dəqiq bu xanımı buraya gətirəcəksiniz studiyanın mərkəzinə. %100. %100. Bəli.
Görək sualları nə cavab olacaq. Məni də boşanmağa zövq edibdir. Bu sən indi bilirsən. Sağ olsun Murad ki, məni boşandırırsan artıq. Mən də ki, boşanmayacam. Məhkəmədən də zəng gəlsə belə boşanmayacam. Bax, Xoşqədəm xanımın yanında deyirəm. Deyəcək, boşanmıram. Nə edəcəksən? İstesen de istemesen de bu olacak. Olmayacaq. Sənin kalbini... Olmayacaq. Necə? Sənin kalbini öyle alırım ki, vallahi kendin de biləməsən. Annenin yanına gideceğim. Annemi babamın yanına gidip ellerinden öpüp ayaklarına böyle kapanacağım. Yalnız gitmeyeceğim. Xoşqədəm xanımı da götürüyorum. Belki Esra'nı da görebilir. Esra'nı da görmek istiyorum. Esra da görək neler Naide, yapıyor. Ama kimsenin elinde bir sihirli bir mektup değnek bırakıp yok. gideceğim. Bir mektup bırakıp gideceğim buraya. Onu da bil. Çok şey yazmışım. Məktub Direkt söyle. yazmısan. Bəli, mektup yazmışım. Gətir görüm hanım məktub ver mənə də Burada- bəs o sirləri mənə vermə. O sirləri hələ tam hazır değil. Tam sözler hazır değil. Naide, hazır yalnız bak, olduqda iddia ile vereceğim. iftira Çünkü arasındaki sərgələ fark yazmaq bilmen lazım. lazımdır. Yo, Tamam da yapacağız, iddia ile olanları iftira deyirəm. arasındaki fark büyüktür. Bahar belki Nail senin Hanım sevgilidir, ne belki diyor? Bahar'da Narkoman uşağın var. kullanıcısı iddiasında bulunuyor. Belki Bahar'da bir çocuğun var. Bahar olabilir senin sevgilin olmuş. Yıllar önce bacısı öldükdə Bahar'la Ayhan'la buraya gelmiş. Murad'ın bacısı öldükdə. Gittim gördüm ki çocuklar büyümüş. Çocuklar büyük. Aha. Babası dedi ki sen bizim aileye yakışmıyorsun. Sən. Bana. Ben de dedim ki Bana, ben de bana dedim dedi, ki bana. neden sizin aileye yakışmayayım ki, ne olmuş ki? Ha. Benim nereye? Ama bak Murat, sen böyle yaparsan ben o mektubu buraya bırakıp Xoşqədəm xanıma vereceğim. Xoşqədəm Hidayət kızına Naide, vereceğim. Bekle. Xoşqədəm xanım Hidayət kızına vereceğim. Her zaman da söylemiştim sana. Sen bir şey yaparsan ben o mektubu burada bırakıp gideceğim. Naide bak, ben Ben hiç Azerbaycanca kimsenin bilmiyorum. Allah'tan başka hiç kimseden Bilmediğimi de korkum yok. herkes biliyor. Az Korkum çatlat yok. biliyorum. Benim Korkum annem yok. babam hiç bilmiyor. Orada kelimeleri çevirdiği Belki zaman bazı Bahar'ın kelimelerin çocukları da anlamları farklı. yeri gelse ev sahibini Sen de Türkçe koşturabilirim. öğrenmeliydin. Bekle. Sonuçta orada yaşıyorsun. Hemen evde kaldık. Hemen Hə. evde kaldık Xoşqədəm xanım. 2 dənə uşaq dedi qaldı. Xəzayqa dedi mənə. Ondan sonra da Murat mənə dedi. Dedi burada dedi 2 dənə uşaq qalıb dedi. Qadın hamilədir. Pulları götürüb gedəndə Hansı qadın? Bahar. Bahar kimdən hamile Naide. idi? Bilmirəm. Naide. Bahar hamileydi Bir, dedi, gönderdi, saygın Murat olsun. gönderdi. Bekle, yalan söyleme. Saygın olsun. Bahar dedi ki saygım var sana. Saygım var sana. Sen boşanmayı böyle getirirsen ben de böyle konuşurum. Boşanmayacağım. Bahar da dedi ki hamile dedi. Şeyleri götürüp pullarını götürüp interneti Yox, götürüp. Baharın qaçıb əri var idi mi? Yəni bu. Bilmirəm əri değil. Kimse de ama dedi əri değil. Orada komşular İndi söyledi. icazə Boş verin verirsən bunu açın Bəli, bəli, aç. bu analizin cavabını Təbii ki, açın. əlbəttə ki, Sən açarıq. həm Muratla barışmaq istəyirsən, Barışmaq həm də Murat istəyirəm. haqqında al. Ama boşanmağa şey vermiş. Boşanmağı o əvvəl gündən Miqrasiya. verib. Bəs nə üçün getmişdi Türkiyədə o boyda sənədləri niyə yığıb gətirib? Niyə asan xidmətə getmişdi? Ben özde de Aydı sənin dediyinlə oturub durur. Adam deyir, azad yaşamaq istəyirəm. Serbest olması değil, onu da koymayacak. Açak Xoşqədəm. Allah o bəzi qadınların qədrini bilməyib qadınına zülm eləyən kişilər var, bəzi kişilər. Təbii ki. Onların qarşısına sənin kimi bir qadın çıxartsın. Amin. Demək olar ki, Yox. Sakitləşdirici dərman içmişdin. Sakitləşdirici dərman içmişdin. Amma geri qalan nəticə heç bir narkotik istifadəçisi deyil. Yəni neçə dəfə Biraz işlər olundu, gəlsin. 3 hamısında dəfə, da bəli. 3 dəfə nəticə. verdim. Mən dedim, mən anadan gəlmə beləyəm. Hamıya demişdim. Aha. Yəni Onu düz deyir. anadan gəlmə beləyəm. Sadəcə hamı mənə gülürdü, dişmə, saç düzünmə. Mən Sən, yəni deməyim odur ki, narkotik Bəli, bəli. istifadəçisi deyilsən. bilirəm, təşəkkür edirəm. Mən Başqa sözün var? Başqa sözüm var. Qurban olasan Xoşqədəmə yoxsa sən verəcəm məhkəməyə. Kimə deyirsən? Nailəyə. Nailə demədi, Nahidə Nailə yox, Ben bir şey Nailə söyleyeceğim. xanım səndən Ben bir böyük. şey söyleyeceğim. Özündən böyüklərə müraciət qaydası. Uyuşturucu yok Bir şey Murat, söyleyeceğim bak. uyuşturucu tutmadı. Haksızlık karşısında susmam. Nail Hanım, öyle iddialar bulundunuz ki, bak ayrılıyorum, ayrılmıyorsun. Çok iddialarda bulundunuz. Sonucunu 3 kez test ettiler. Hadi biri yalan, ikisi yalan, üçüncü yalan. Hepsi Və yalan. ayrı-ayrı yerlərdə etdirdin. Bence siz iddia ile iftira arasındaki farkı bilmiyorsunuz.
Mikrofonu apar ver. Murat mikrofonu götür oradan. Hə? O bursu ikincisini açanda nöştədir ki, Çünki Belə deyim sizə, bunu indi psikoterapevt var burada, o özü də açıqlayar. Niyə görə ikinci dəfə, üçüncü dəfə daha doğrusu bu verir? Birinci başqa cür deyə bilərəm. Müxtəlif. Axırıncıda qandan götürmüşdük. Psikoterapevtim dedi ki, xoş qədəm xanım, ola bilsin ki, sakitləşdirici dərman içib və ya məsələn ürəyində, qəlbində problem olanda burada bir şeydə pozitiv görünə bilər. Ona görə biz bunu təkrar verək. Biz də Elmir bəyin, psikoterapevtimizin istəyi ilə onun dediyi kimi tamamilə fərqli bir yerdə fetal genetik mərkəz əlimizdə biz verdik və qəbul etdiyi dərmanlara qədər verildi və bu da nəticə heç bir narkotik istifadəçisi deyil. Necə yalandan deyim belədir. Qurban olasan doğuş belə xoş qədəm qalma. Yox, elə demə. Qurban olursan falan demə. Məhkəməyə verəcəm. Siz Nailə xanım, mən varam axı. Siz məhkəməyə verəcəm. Məhkəməyə verə bilməzsən artıq. Bəli, qurban olsun sizə. Yox, qurban olsun da demə. Deyim ki, bağışlayıram xoş qədəm xanım sizə görə. Xoş qədəm xanım sizə görə bağışlayıram. O qurban olsun sözü demə. Oldu mu? O sənin uşağına baxıbdı. Keç otur orada. Təşəkkür. O sənin uşağına baxıb. Sənin ona hörmətin. Murat bir dəqiqə. Qoy görək Murat nə deyir. Lütfen özür dileyin. Aha. Gör Murat nə deyir. Ama sen buna Deyir sen ki, buna üzür uyuşturucu dilə. kullanıyorsun dedin mi? Dedin değil mi? Bu iddianda kesin bileyim. Oraya çık, orada söyledin mi? Her yerde söyledin mi? Çeviriniz biriniz ya. Deyir ki, Bu iddiada bulundu. Ailesini müdafiə eləyir. Deyir, arvadıma biabır eləmişsən. yaxşı eləmişəm. Yox, niyə bu oyunla şəraf edir? Yaxşı eləmişəm. İstifadə eləməyib. Yox, Yaxşı elə şeylər eləmişəm. var ki, onu yaxşı eləyə O kimdir bilməzsiniz bir də siz. O kimdir? yəni deyir Onun ki, ailəsi, onun arvadı. Olsun da mənə dəxli yoxdur. Dəxli yoxdur, onda bu oyundan niyə şəraf aile var. edirsən? Nə bu oyunla Narkotik şəraf? istifadəçisən. Sən zəng eləsin, biri çıxsın bura. Könxan bir dəqiqə. Zəng eləyirlər, deyirlər xoş qədəm Nailə xanım. xanım bir dəqiqə. Çox təəssüf ki, bax Hər o şey var. dedilər, deyirlərlə Bəli. biz özümüzü bugünə qoyuruq. Bəli, deyirlər filan kəs pisdir, filan kəsin Düzdür, belədir, siz yalandan heç fake. inanmırsınız. Bir saniyə, bir dəqiqə. Ay Nailə xanım, mən Bir sizə də ona saygı... inanırsınız. Kimə inanıram mən? Ona. Buna mı? Ona inansam bir dəfə. Nədir, hər kim O- də Bak ben ona inanmıyorum. Sana İnanmam gelir, ayrı bir mevzu. bana da. O da vücudunda atmıştır, Yəni, tamamen Nailə bırakmıştır. xanım, Belki onu baxın, söylüyordur. mən sizi, münasibətimi bilirsiniz. Mən Nahidə tərəfində olan adam deyiləm. İndi bəli, verilişin aparıcısıyam mən. Təbii Verilişi ki. idarə etməliyəm. Xoş qədəm xanım, dövüşünü açmadınız. Bilirsən niyə açmadın? Hə. Çünki mənim mütəxəssisim oturub O burada. da dedi ki, siz də dediniz ki, belə elədir. Ki, o mən durub kimisə burada linç etmirəm. Haqsızlıq etmirəm. Xeyr, Bir də orada biabırçılıq bir şey yox idi. Orada sadəcə olaraq siz Yalan o qədər deyil. Yaxşı söz əminliklə var idi. ittiham eləyirdiniz ki, mən təəccüb elədim, o boyda, orada inanırsınızmı, yoxlanılmayan bir parametr qalmamışdı. Hansı Bəli. ki, Azərbaycanda ömrü boyu olmayan maddələr belə yoxlanılmışdı. Bəli. Heç nə çıxmamışdı. Bəli, Bilirsinizmi? amma- Siz bir şeyi qarışdırmayın ki, insanın insandan xoşu gəlməyə bilər. Hansısa hərəkətini ittiham da eləyə bilər. Amma Nailə cinayətdə xanım. siz onu ağır cinayətdə Nailə ittiham xanım, eləyirsiniz. baxın, bu dünyada bax ayrılmaq istəyir, müraciət də eləyibdir. Amma haqq və ədalət deyilən bir şey var. Haqq var, günah var. Mən o günaha girmək istəmirəm. Bəli, siz doğru deyirsiniz. Mənim yerimə kim olsaydı, o analizin cavabını açıb o qızı burada linç edərdi. Amma bəs Allah, bəs doğruluq. Mən ona görə psikoterapevtin təklifi ilə 3-cü dəfə verdim. İstifadə elətdiyi sakitləşdirici dərmana qədər biz təqdim etdik. Yəni olmaz. O da inanın ki, hələ Sovet devrinin Bəli. belə yuxu gətirici sakitləşdirici Bəli. Ona görə gəlin belə eləyək. Murad, qadın içəri girir ya, yoxsa qısa bir ara verək. Qısa bir aradan sonra amma bir məlumat da verim sizə. Hacıyeva Nərmin Nərman qızı 10 iyunda Qazaxıstandan Bakıya gəlib və itkin düşübdür. Hal-hazırda Nərminlə bağlı araşdırmalar gedir və birazdan Qazaxıstandan bağlantılarımız olacaq. Müəmmalı bir yoxa çıxma deyə bilərəm. Sərhəddi keçdiyi deyilir, amma sanki yer yarılıb, yerə girib. Nərmin yoxdur. Şəklə diqqətlə baxaq. Bəlkə tanıyan bilən var. Qısa bir aradan sonra davam edəcəyik.
kanalı dəyişin. Şəkilləri görürsünüz. Bu şəxslərin hər biri axtarışda olan şəxslərdir. Onlardan biri Nərmindir. Qazaxstanda yaşayırmış. Ailəsi var imiş və günlərin bir günündə Nərmin yoxa çıxır. Bakıya gəlir, hətta sərhəddən keçdiyi deyilir. 10 iyundan Nərmin yoxdur. İndi həm Qazaxstan, həm Azərbaycanda Nərmini hər kəs axtarılır. Sanki yer yarılıb, Nərmin yerə giribdir. Qazaxstandan Nərmini tanıyan bir xanım mənə yazır ki, Xoşgədəm xanım, Nərmin elə bir qadını idi ki, mümkün deyil ki, o uşaqlarını Qazaxstanda qoyub Azərbaycana getsin. Dayı buradadır. Bu arada Rasim Xankişiyevin şəklini görürəm. Ya Rəbbim, Allahım, bu mövsümün sonuna qədər Nail, nə deyirsən? Rasim Xankişiyev tapıldı deyəcəmmi? İnşallah çox ciddi istinaq hərəkətləri davam etdirilir. Əməliyyat axtarış tədbirləri də davam etdirilir. Aygül sevinəcəkmi? Bütün imişli baxır, bütün dünya və bütün Azərbaycan Rasim Xankişiyevdən xəbər gözləyir. Və mən də deyirəm, hal-hazırda çox ciddi şəkildə istintaq hərəkətləri gedir və istintaq getdiyi üçün danışa bilmirəm, amma ümid edirəm ki, biz də ümid edirik ki, tez bir zamanda ən qısa zamanda Rasim tapıldı xəbərini bax buradan eşidəcəksiniz. Mən buna inanıram, ümid edirəm və yeni itkinimiz gəlsin ekrana. Məlikova Fatimə Mahir qızım 18 iyun 2025-ci ildə Masazırda itkin düşüb. Ana buradadır mı? Yazdım ana, neynəsin ana, mikrofon verin arkaya. Aman Allah'ım, yani Fatimə Mahir qızı harada itibdi? Salam, Xoşgədəm xanım bir daha. Neçə yaşı var? 18 yaşı var. Daha öncələrdə itkin, yəni evdən qaçmaq. Xeyr, heç vaxtda. İmtahanın cavabı çıxandan sonra olub. Nə qədər az bal yığmışdı? Nə qədər? 20 bal. Axırıncı imtahandan 20 bal. 20 bal. Demək olar ki, yığmayıb da, hə? Və siz də ona belə hədə qorxu gəldiniz. Niyə belə eləmişsən, əziyyət çəkmişəm, pul tökmüşəm, çörək vermişəm. Xoşgədəm xanım, ev uşağıdır. Mənim bir sözümü iki eləməyən övladdır. Ev uşağıdır. Yəni başını qaldırıb kimsənin sözünə baxmayan uşaq. Sadəcə olaraq birinci səfərdir. Utandığından onun arzuları, xəyalları var idi ki, universitetdə oxusun. Arzuları, xəyalları var idi, amma yaxşı oxuyurdu. Yaxşı oxuyurdu, bəli. Yəni necə oldu ki, bəs o yaxşı oxuyan uşaq? Hazırlıqlara gedirdi. Bəli, bəli. Abituriyentlər bildiklərini də yazar. Ona görə hər dəfə deyirik ki, imtahana psixoloji hazırlıq o kitabı oxumaqdan daha əhəmiyyətlidir. Nə olur? Əgər düzgün hazırlıq keçibsə, o gedib yaza biləcək. Hazırlığı yoxsa... Salam əleykim, Səbinə, xoş gördük. Fatimənin rəfiqəsidir. Səbinə. Səbinə, axırıncı dəfə Fatimə sənin yanında olub, düzdür? Alo. Bax, Səbinə, məncə sən televizorun səsini çox yüksək vermirsən, zəhmət olmasa al və məni dinlə. Fatimə sonuncu dəfə sənin yanında olub, eləmi? Danış, nə danışdı sənə, nə dedi, imtahandan sonra mı sənin yanında oldu, yoxsa əvvəlmi? Səbinə, biz efirdəyik, sən danış ki, qızım, mənim zamanım gedir. İmtahanın cavablarını eşidəndə qorxdu. Nə dedi sənə? Səbinə, Səbinə, lütfən danış. Buyurun. Nə dedi sənə? İmtahanın cavabından sonra qorxdu. Nə dedi sənə qızım? Zamanda qorxdu. Aynı zamanda qanatsız tutarlar deyə qorxdu. Hara getdi? Bizə gəldi. İndi sənin yanındadır. Hə. Sənin yanındadır, hə? Hə, mənim yanımdadır. Gözün aydın, ay qadın. Heç belə axtarışım olmamış da. Bax buna Murad, bunu deyə bilərsən.
Bir dəqiqənin içində tapdıq Fatiməni. Aman Allahım. Aha. Gözün aydın ha xanım. Səbinə, hardadır Fatimə? Gəlsin mənim yanıma. Gətir onu mənim yanıma. Al bizim əməkdaşlarımız danışın gətir. Belə axtarışım olmamışlar. Bu rekordu da qırdım bir dəqiqəyə. Ay Allah. Ay qardaş, sağ əli sənin başına. Nərmini tapaq, bacının qızını. Nərmin orada ailəli idi, hə? Mikrofonu yaxın tut və sürətlə danış. Orada deməli, Qazaxstanda ailəli idi. Neçə il idi orada yaşayır? Hardasa 11-12 il idi. 11-12. Neçə uşağı var idi? 4 dənə. 4 uşağı var idi. Ailəsindən, qaynanasından, qaynatasından, ərindən narazılığı var mıydı? Ərindən kim olmuyor. Bu günə qədər olmuyor. Yaxşı, birdən-birə bu qız onda niyə yoxa çıxıb? Bilmirəm valla. Mahsur ağa gün məlumat veriblər. Mikrofonu yaxın. Mahsur ağa gün məlumat veriblər. Bağlantı olmalı. Ərini bağlayın da. Nərminin ərini efirə bağlayın. Mənim üçün maraqlıdır. Bu 12 ildə çıxmayan, getməyən bir tərəfə qadın birdən-birə yoxa çıxır. Nərmin Qazaxstanda itkin düşüb və qeyd edeyim ki, dostlar, indi bağlantını eləyim. Bu arada mən sponsorlarımıza təşəkkür edəcəm. Xüsusi sponsorumuz Medera Hospital'dır. Qeyd edeyim ki, Medera Hospital'da nörocərrah Əli Osman Qədimbəylinin yanında bel boyun disk yırtıqları, karpal tunel və onurğa xəstələri icbari sığorta ilə əməliyyat olunur. Əl uyuşmaları və bu kimi karpal tunel xəstələrində açıq əməliyyatlar da icbari sığorta ilə əməliyyat olunur. 055 296 66 68 əlaqə nömrəsidir. Digər xüsusi sponsorumuz Apro Hospital'dır. Bu Palas'ın yaxınlığında 7-24 çalışır. Təcili yardım laboratoriya uzman doktorlarla xidmətinizdədir. 01203 0088 əlaqə nömrəsidir. Oftalmologumuz Cahit Şahbazova təşəkkür edirəm. Mirvari suyu, egzmer lazer əməliyyatı, tikişli çəpli əməliyyatı, eynəklərdən xilas olmaq istəyənlər 057-80-70'e zəng edin. Bu arada xarici ölkələrdən gələnlər növbədən kənar qəbul olunursunuz. Digər xüsusi sponsorumuz Al Market'dir. Həm sevdiyiniz məşhur markalar, həm də Al Market'in yüksək keyfiyyətli, hər gün aşağı qiymətə təqdim olunan məhsullarını şok qiymətlərə əldə edə bilərsiniz. Bazarlığınızı Al Market'dən edin. Aytən Səfərovaya təşəkkür edirəm. Aytən Sonsluq Mərkəzinə regionun ən böyük sonsluq mərkəzlərindən biridir və Sən Axtaramın mövsüm finalına qədər 10 il, 20 il, 30 il uşağı olmayanlar 2000 manata ana ola bilərsiniz. 050 455 82 82 əlaqə nömrəsidir. Beynəlxalq Təhsil Mərkəzinə təşəkkür edirəm. Heç bir imtahan vermədən dünyanın ən məşhur universitetlərinə övladlarınız qəbul ola bilər. Kreditlə təhsil mümkündür. 100 tələbəyə təqaüd var. 051 401 44 43 əlaqə nömrəsidir. Cərrah endokrinologumuz Xəqani Həsənova təşəkkür edirəm. Zəhərli zob, düyünlü zob, hamiləlikdə zobdan əziyyət çəkənlər Bakıda və rayonlarda sizləri qəbul edir. Əziz Quba, 22 iyun Quba, 27 iyun Gəncədə olacaq. 05603 81 82 əlaqə nömrəsidir. Lor cərrahımız Leyla Zülfüqarovaya təşəkkür edirəm. Uşaqlarda, böyüklərdə qulaq, burun, boğaz əməliyyatlarına 30% indirim və termal welding cihazı ilə bu əməliyyatlar həyata keçirilir. 050 836 36 36. Uzman uroloq andrologumuz Bəxtiyar Hüseynova təşəkkür edirəm. Uroloji androloji əməliyyatları icbari sığorta ilə edir və bu ayın sonuna qədər uşaqlarınızı mütləq androloji yoxlamalardan keçirin. 30% indirim var. 055 694 40 50. Vertebrologumuz Röya Musayevaya təşəkkür edirəm. Yastı pəncəli, skalyoz, kifoz, lardoz, serebral iflic kimi problemi olanlar 055 972 29 39'a zəng edin. 21 iyunda da Röya xanım Bərdədədir, qəbula yazılın. İndi Qazaxstanla bağlanacağıq. Hacıyeva Nərmin, Nəriman qızının həyat yoldaşı telefon xəttində olacaq. İyun ayının 10'unda Qazaxstandan güya Bakıya gəldiyi deyilir, amma onu tanıyanların heç biri inanmır ki, ay Murad, o xanım gələnə qədər gəl bu qutunu açaq. Hamı mənə deyir bu qutunu aç. Mikrofon. Hamı deyir qutu, 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 qutu. Neyniyək? Seyran Bey. Hə? Sehran Bey də elə bil ki, bütün günü bu efirə gələndən sonra proseslərinin sayı o qədər çoxdur ki. Bence o kaçıyor şimdi. Necə? O kaçıyor.
O qaçır. Özür hə? dilememek için yüzünün Sən ifadesini Nailə anlamak için xanımdan kaçıyor. da tələb elədin ki, Nahidədən üzr istəsin və Sehran bəydən də tələb eləyəcəksən, hə? O üzr. Qısa bir ara verək. Nəriman qızı axtarılır, Qazaxıstandan Azərbaycana gəlir və itkinçirəsində isə hələ bilmirik. O Qazaxıstandan gerçəkdən də Azərbaycana keçib, yoxsa keçməyib. Elə deyil. Şahin bağlayın efirə həyat yoldaşını. Bu arada dostlar, mən sizə bir söz deyim. Nail bəy nəsə demək istəyirdi. Çox üzr istəyirəm. Testin cavabı ilə bağlı qeyd eləmək istəyirəm. Nailə xanıma qeyd eləmək istəyirəm ki, bəzi şeylərə ədalətli yanaşmaq lazımdır. Nə mənada? Biz Nahidəni uşağın atmağına görə, uşağına baxmamağa görə, uşağın diləndirməyə görə qınayırdıq. Ancaq kimsə kimin barəsində bir ittiham irəli sürürsə, əgər o ittiham öz təsdiqini tapmırsa, o ittihamı irəli sürən şəxs o ittihamı təkzib eləməyi də bacarmalıdır. Yəni bunu vurğulamaq istəyirəm mən. Mikrofonu yaxın tutun. Nə deyirsiniz? Mən eşitmədim. Elə demirəm. Yəni siz kiminsə barəsində ittiham irəli sürürsəz, siz olmayın ha. Hər bir şəxs kimsə kiminsə barəsində ittiham irəli sürürsə, o əsaslı deyilsə, öz əsasını tapırsa, o ittihamı irəli sürən şəxs üzr istəmək. Siz təksib deməyin də üzr. Ən azından bir üzr istəməyi də bacarmalıdır, bəli. O məndən üzr istəmək. Yox, sizə də olsun, digərinə də olsun. Əgər Nahidə sizin barənizdə nəsə bir irəli sürürsə, o da təsdiqini tapırsa, o da eləməlidir. Qanı. Yəni belə çıxır ki, onda siz yalan danışırsınız. Bilmirik, söyləyin bile. Bilmirsiniz, danışırsınız axı. Bilmirik, söyləyin bile. Mən bilirəm. Bir saniyə. Nərminin həyat yoldaşı hal-hazırda canlı bağlantıdadır Qazaxıstandan. Xoş gördük sizi. Nərmin həqiqətənmi Qazaxıstanı tərk eləyib? Bəli. Hardan bilirsiniz? Mən həyat yoldaşıyım. Mən bilirəm siz həyat yoldaşsınız, əlbəttə bilirəm. Amma mən deyirəm hardan bilirsiniz? Varmı sərhəddən keçdiyi haqqında hər hansı bir sənəd varmı sizdə? Orqanda yoxlatmışıq, deyirlər ki, keçibdi. Sərhəddən keçibdi. Yaxşı, bu qıza nə eləmisən ki, bu qız heç nə deməmiş, uşaqlarını atıb qaçıb? Mən ona heç nə deməmişəm. Mən ona ev üstündə söhbətimiz olubdu. Ev üstündə ev alırdınız ona? Mən burada ev almışam. Yaşadığım evi satıb başqa ev almışam. Ora köçmək istəyirəm. Bu dedi, mən burada yaşamaq istəmirəm. Mən Azərbaycana getmək istəyirəm onun üstündə. Aha, dava düşdü və sonra nə oldu? Sonra mən çıxdım, getdim işə, qayıtdım, gəldim evə. Uşağın biri mənlə olubdu. Aha. Evdə 3 dənə körpü uşağı qoyub, palın-paltarı yığıb, evdə qırqızılları götürüb, hamısını çıxıb gedib. Yaxşı, Nərminin kimi ilənsə əlaqəsi, yazışması, sosial şəbəkələrdə yazışması, belə bir şey əlinizə keçməyib? Başqadan hanımprama diyor ki... Bu birbaşa efirdir. Birbaşa efirdir. Yəni gizli demək istəyirsiniz. Bir dəqiqə. Buyurun. Artıq efirdə deyilsiniz. Narahat olun. Səsiniz. Narahat olun. Mən əgər birinci mən onu efirə vermərəm. Əgər sizə dedimsə və sizinlə danışığımı efirə vermirəmsə, sizin səsiniz efirə getmirsə, deməli o dediyinizi də mən efirə verməyəcəyəm. Amma siz göndərin. Mən bilmək istəyirəm ki, bu həqiqətdir yoxsa yox? Aha. Yox, zəng mənə də zəng edə bilərlər. Sizin səs yazı var əlinizdə, şəkil var, WhatsApp'dan yazışma var, qardaş. Mənə onu denən. Mənə o nömrələri göndərə bilərsiniz. Aydındır. Onu da göndərin, narahat olun. Göndərin mənə, o efirə verilməz.
Yaxşı, oldu. Vallahi. Qardaş, deyə bilmirəm efirə. Söz verdim. Amma inşallah Nərmini taparıq. İnşallah Nərmin. Sənə mən deyirəm. Bax, görsən bu cür sözlər çıxır, mən bunu efirə də vermirəm. Bakıdasansa və məni izləyirsənsə 050-501-01-47 əlaqə nömrəmdir. Zəng elə, mənə deyə bilərsən ki, həqiqətləri danışa bilərsən və mən sənə kömək edə bilərəm. Ortaya çıxmasan da səni ortaya çıxaracağım. Səni də və həmən şəxsi də. Salam əleykum. Salam. Bəli, bəli, eşidirəm sizi. Buyurun, mənimlə danışmaq istəmişsiniz. Buyurun, canlı efirdəsiniz. Salam. Salam. Xoşgədəm xanımla danışmaq istədim. Bəli, canlı efirdəsiniz. Hal-hazırda canlı bağlantıda və Xoşgədəm Hidayət qızı ilə danışırsınız. Təşəkkür edirəm Xoşgədəm xanım. Buyurun. Xoşgədəm xanım, çox xahiş edirəm. Nərmin elə bir qız idi ki, inanın ki, mən boğuluram onun şəklini orada görəndə. Elə bir qız idi ki, yəni o evlatlarına mümkün olan bir şey deyil ki, o atıb gəlsin. O ailə quran gündən onun yoldaşı ona işgəncələr verib. Anası, o qızın heç kimi yoxdur. Bir qardaşı, bir anası, atası da uşaq vaxtı ayrılıblar anasından. Yaxşı, üzr istəyirəm. Nərminin həyat yoldaşı indi mənə bəzi sözlər dedi, amma mən onu efirə demirəm. Çünki söz verdim ona. Hətta o bəzi şeylər var, faktlar var. Dedi ki, mən utanıram onu sizə göndərməyə. Yəni, ola bilər Nərmin belə addımlar atsın? Heç vaxt inanın ki, İnan səmimiyyətimə mümkün olan bir şey deyil ki, elə bir şey olsa. Mən əlimi Nərminin yerinə Qurana basaram. Ona görə gəlin biz Nərminə hamımız birlikdə, Nərmin məni izləyirsə... Xoşgədəm xanım, sizə qurban olum, ayaqlarınızın altında ölüm. Onu tapın, onun balalarını tapın, verin ona, balalarını alın, verin. Mən böyük məmuniyyətlə ona kömək eləmək istəyirəm, xanım. Ona görə mən ona müraciət edirəm. Hardasansa, deyilənlər yalansa ortaya çıx Nərmin. Sənin balaların var, icazə vermə ki, üstündə qara ləkə qalsın. Çıx ortaya Nərmin, əgər deyilənlər yalandırsa. Xoşgədəm xanım, o insan yaranan gündən, əgər o qız bizlə əlaqədə olsaydı, bugün o bu vəziyyətdə olmazdı. Ailə qrup, anası rəhmətə gedən gündən bizlə əlaqəyə icazə verməyibdi onu yoldaşı. O Qazaxıstandan heç gəlməyibdi də Azərbaycana 12 ildə. Yox, bir dəfə gəlib, bir dəfə gəlib, onu da ağlayıb, qaynənəsinə yalvarıb ki, nə olur, icazə verin bibimin qızı yoldaşı gəlsinlər, məndən görüşsünlər. Mənim yoldaşım da sizin kətsinizdir, sizi yaxşı tanıyır. Biz onu eşitdik, şoka düşdük. Yəni, belə bir şey mümkün deyil ki, çünki övladlarını çox, onun anası da eləydi, o qızın özü də elədi. Aydındır. Sabah efirdə olsun o xanım. 10 iyunda Qazaxıstandan Azərbaycana keçdiyi deyilir, amma hələ ki ortada heç bir fakt yoxdur. Həyat yoldaşının danışdığı isə dəhşətdir. Murad. Uşaqlarından bu kişi utansın, arvadına qara ləkə yaxmasın. Varsa belə örtsün üstünü. Murad, bu həyatda elə hadisələr var ki, onları bağışlamaq lazım. Gəl uşaq, yaşa indi bundan sonra. Bunu mən sənə deyirəm. Yəni, ahv etmək lazımdır, Murad. Olsun mu? Affedecek misiniz? Hayır. Bazı hadiseler doğru söylüyorsun. Affedilir hadiseler. Bazı hadiseler affedilmez. Məsələn, sən bacını affeder misin? Ablanı. İletişime mi geçtin onunla? Kız kardeş. Onunla iletişime mi geçtin? Yok, onu affeder misin? Koşullara göre değişir. Hansı halda affedersen? Bacından uzun illərdir konuşmuyor. Hansı halda onu affedersin? Bu konuyu özel ve ailevi. Ben anne babamla dün konuştum. Nahidəni hansı halda affedebilirsin?
Bak getdik o restorana, orada oturdun, beraber yemek yediniz. Ayranın içine çiçekler koyup getirdiler. Ayranın içine üzük koydular. Romantik anlar. Bak ne güzeldi. Yani bu görüntüler indi birazdan tamaşaçılar izleyecek. Birazdan izleyenler bu Ramal Bey'in bir teşekkürü var. Onu verək və buradan bu yazıq xanım ağlayır, kızını axtarır. Bunlar imtihandan az bal yığmaq dünyanın sonu değil ay dostlar. Az bal yığdınız, qəbul olmadınız, getmədiniz. Bu ölüm değil. Siz öz üzərinizdə işləyin, hazırlaşın, yenidən gedin imtihanlar verin. Analarınızı o şəkildə ağlatmayın, valideynlərinizi incitmeyin, yaxud da beynəlxalq təhsil mərkəzinə müraciət edəcəksiniz. Onlar sizin yığdığınız bala uyğun dünyanın müxtəlif ölkələrindəki universitetlərdə yönləndirəcəklər sizi. Yararlanın bundan. Özdəki Azərbaycanda bildiniz, keçən gün mən təqdim elədim, sertifikat aldılar. Yalnız beynəlxalq təhsil mərkəzi Azərbaycanda o sertifikat yalnız beynəlxalq təhsil mərkəzi alıb keyfiyyət sertifikatıdır və bu da o deməkdir ki, rahat şəkildə siz övladlarınızı etibar edə bilərsiniz. Gəl görüm oğlum bura. Bunlar yemək sözü yemirsiniz siz evdə. Birinci kursu. Aha, bəli. Birinci kursu bitirdik. Bitirdik, keçdin, təqaüd alırsan. Bəli. Yaxşı oxuyur da yəqin ki, ən əlaçı tələbələrimizdən biridir. Allah sənə kömək olsun. Bunu həmişə birinci çıxart ki, qoy sənə pulzat versinlər. Yəni. Yadısında tələbə biletimizi göstərirdik, bizə pul verirdilər. Təbrik edirəm. Çox sağ olun. Təbrik edirəm. Dövlət İdarə Etmə ixtisasında təhsil alır və qardaşımız da bizə müraciət etdiyində stressdən imtahanda bal az toplamışdı. Amma gördüyünüz kimi ixtisas dəyərləndirmə testindən keçdi və bugün artıq birinci kursu yekunlaşdırıb ölkəmizə tətilə qayıdıb və təqaüd də alır. Yüksək nəticə ilə də inşallah bitirib ölkəmizə geri qayıdıb faydalı bir gənc olacaq. Çox sağ olun. Sən də az bal toplamışdın, eləmi? Aha, bəli. Yaxşı ki, evdən qaçmamısan. Yox, sən yox. qaçdın beynəlxalq təhsil mərkəzinə. Əlbəttə. Bax, balı az toplayanda mən sizə qaçacağınız ünvanı deyirəm. Siz gördünüz bal az toplayıb, alın o kağızı əlinizə, qaçın beynəlxalq təhsil mərkəzinə. Valideynlərinizlə birlikdə gəlin, deyin ki, bax, mən balı az toplamışdım, amma beynəlxalq təhsil mərkəzinə gedək, valideynsiz də gələ bilər. Gəlin, Ramal sizə kömək eləyəcəkdir. 051-401 44-43 əlaqə nömrəsidir və qeyd eləyim ki, yerlər də məhduddur, özdə gözləməyin. Dediyim kimi, keyfiyyət sertifikatı elə-belə verilmir. Bu həqiqətən də onu almaq böyük bir qəhrəmanlıqdır. Mənimizin narahatçılığı var ki, mənim övladım burada az bal toplayıb, Türkiyədə necə oxuyacaq? Qeyd edim ki, bizim övladımızın topladığı ballar onların potensialı deyil. Azərbaycanda bir ilk olaraq Beynəlxalq Təhsil Mərkəzi ixtisas dəyərləndirmə testini həyata keçirilir. Onun nəticəsində övladlarımızın topladığı ballara görə ixtisas müəyyənləşdiririk. Beynəlxalq Təhsil Mərkəzi 21 ölkə 140 universitetin əməkdaşlıq edir. Eyni zamanda 60-dan çox ixtisas seçimi mövcuddur. Tibb, diş həkimliyi, fövqəladə hallar, gömrük, turizm, bədən tərbiyə, bütün ixtisaslar. Odur ki, buyursunlar bizə müraciət etsinlər. %100 dövlət universitetinə qəbul olacaqlar və bitirib gəldikdən sonra hər bir diplom da Azərbaycanda təsdiqlənəcək və işlə də təmin olunacaqlar. Təşəkkürlər. 051-401-44-43 Beynəlxalq Təhsil Mərkəzinin əlaqə nömrəsidir. Aksiyalarımız da bu arada davam edir. Cərrah endokrinoloq Xəqani Həsənov 22 iyun Quba, 27 iyun Gəncə, 28 iyun Mingəçevir, 3 iyul Sabirabadda olacaq. 050-603-81-82 əlaqə nömrəsidir. Aytən Sonsuzluq Mərkəzində sən axtaramın mövsüm sonuna qədər 2000 manata 10 il, 20 il, 30 il uşağı olmayanlar müraciət edə bilərlər. Xaricdən gələnlər növbədən kənar qəbul olunur. 050-455-82-82 əlaqə nömrəsidir. Neyrocərrahımız Əl Osman Qədimbəylinin Gəncə deməli səfəri var. 27-28 iyunda 055-296-66-68 əlaqə nömrəsi. Qeydiyyatdan keçin və Nərmin axtarılır. Qazaxstandan Azərbaycana gəlib və yoxa çıxıb. Ər deyir ki, danışmadığım məqamlar var. Gerçək nədir? Qısa bir aradan sonra. Hacıyeva Nərmin Nəriman qızı.
sizcə həyatdadırmı? Çünki danışılanlardan belə başa düşdüm ki, Nərmin həyatda olmaya bilər. Siz onun yoldaşının sözünə, bəlkə heç tərk eləməyib Qazaxıstanı, bəlkə... Yox, mən yoldaşına inanmıram. Onun qohum əqrabaları tanıyanlar yazır Qazaxıstandan ki, həyatı boyu Nərmin 3 uşağını qoyub heç yerə gedə bilməz. Bəli. Nə gözəl ana olub, hər kəsin gözündə ki, insanlar inanmır ki, elə bir addım atar. Hə, Nail? İlk öncə müəyyənləşdirmək lazımdır ki, siz bayaq düzgün vurguladınız, ölkəni tərk edib eləmir. Yəni, Qazaxıstanı tərk edib eləmir. Yəni, həmən şəxsi Qazaxıstanda mı axtarılmalıdır, yoxsa Azərbaycanda axtarılmalıdır? İlk öncə o müəyyənləşdirilməlidir, daha sonra isə deyilən o məsələlər aydınlaşdırılmalıdır. İndicə o biraz öncə hansıydı? Dayısı qızıydı. Dayısı qızı deyir ki, həyat yoldaşı evə Rus qadın gətirmişdi. Aha. Ondan sonra ailədə söz-söhbət olur və sonra da Nərmin yoxa çıxır. Hə, bu çox məsələnin çox ağır və ciddi olduğunu göstərir. Mən Nərmini tanıyan rəfiqələri, yaxınları varsa əgər Qazaxıstandan efirə bağlanır, həqiqətləri deyim, bu qızı ortaya çıxaraq. Bəzən Xoşqədəm xanım, bəzi kişilər öz səhvlərini və yanlışlarını örtmək üçün bəzi qadınlara, özünü savuna bilməyən qadınlara qara yaxmağa meyil göstərirlər ki, hə o bu səhv eləmişdi, buna görə belə oldu. Amma onun evlatları gözün qabağına gətirib, burada əziyyət çəkən sadəcə və sadəcə balalardır. Yəni anaya ləkə vurulan uşaqlar. Bəlkə Nərmini gizlədən elə öz yoldaşıdır. Hər şey ola bilər. Yəni elədiyi səhvləri buraxdığı səhvləri gizlətmək üçün ola bilər elə Nərminə özü. O qədər şeylər görürük ki. Mən ola bilər artıq sağ da deyil, yəni ki, ola bilər elə Nərminə özü deyil. Təəccüb eləmirəm. Hər şey ola bilər. Övladı qoyub çıxma haqqı qazandırmır. Amma bəzən yəni biz hələm dəqiq bilmirik də qoyub çıxıb. Özü ilə bərabər Polisə uçurumdan gedə bilər. atmaqdansa onu Orada bir şiddət varsa polisə gedə bilərdi. Qohumlarla əlaqə saxlaya bilərdi. Yazırlar ki, ər Qazaxıstandan yazırlar. Ümumiyyətlə, mən təşəkkür edirəm. Olub, amma yaxşı ər ola bilməyib. Hər şey ola bilər Yox, də. mən deyirəm ki, yəni nə hadisə baş verirsə versin, bu o demək deyil ki, 3 dənə övladı qoyub. Tamam, qadın görür ki, yaxşı atadır da, qoyub Başa düşdüm. atasının yanına çıxıb bayra. Və sonra? Yəni, qurtulmaq istəyib də. Ramal müəllim, hələ biz bilmirik o qadın yazıq sağdımı, amma siz artıq onu ittiham edirsiniz. Yox, hələ görək o sağdımı Siz də bilmirsiniz ki, həqiqətən onun yoldaşına şiddət edib, yoxsa yox? Hər halda o yoldaşı özünə hörmət eləyən bir bəy Əgər olsaydı, şiddətə məruz qalıbsa, polisə də gedə onun bilər. yoldaşı özünə hörmət eləyən bir bəy olsaydı, heç vaxt studiyaya zəng eləyib, qadının haqqında mülahizələr irəli Yox, qadın sürməzdi. haqqında nə dedi ki, Xoşqədəm xanıma... Yox, o yaxşı kişidir ki, dedi ki, səsim studiyaya getməsin, Xoşqədəm xanıma özəl deyib də, nə deyibsə. Və mən də bunu açıqlamıram. Yaxşı kişinin ailəsi bu vəziyyətdə olmur. Yox, elə deyil. Elə qadınlar var ki, uşağını atıb qoyub qaçır, kişi neynəsin. Ailəsi bu vəziyyətdə olmur. Ümumiyyətlə, ay doktor, Aytan xanım. Valla da, yəni bu sizə gəlib bu 10 il, 20 il, 30 il sonra minlərlə, mən bilirəm ki, 2016-dan bu yana minlərlə ana məhz sizin mərkəzdə illər sonra ana oldu, düzdür? Heç belə onlardan sonra əlaqələriniz var. Deyirəm, bəlkə onlarda atıbdı. 10 il, 20 il oturub gözləyirsən, sonra... Xoşqədəm xanım, məncə atmaq üçün ilə ehtiyac yoxdur. Bəli. Düzdür. Yəni, atmaq üçün bu ana da əslində pis bir ana deyil ki, 4 dənə evlad sahibidir, neçə illər Azərbaycandan ayrılıb orada yaşayıb. Yəni, bir səbəb vardır. Yəni, bəlkə həyatından bezib, bəlkə... Ümumiyyətlə, hansısa, bax, siz bu işin içindəsiniz. Siz hər gün o göz yaşlarını görürsünüz. Siz hər gün o mərkəzdə növbədə dayanıb sizin qəbulunuza düşmək istəyən və özə bir şey deyim, bu sonsuzluq, o müalicə uzun bir prosesdir. Bəzən şansdır. Yoran bir prosesdir. 8 dəfə, 7 dəfə, 6 dəfə bu prosesi edən analar var. Yəni, siz hər gün bu göz yaşının içindəsiniz. Bu cür əziyyətlə dünyaya gələn bir neməti, bir dəyərli varlığı ana hansı ağılla ata bilər? O ailələr biraz da oturmuş ailələrdilər. Çünki illərdir bərabər yaşayırlar, bir-birlərindən ayrılmayıblar. Evlad sahibi olmamaq onlar üçün bir səbəb olmayıb. O bizə gələnlər biraz ayrı, bildiniz necə, yəni 1 ilin, 2 ilin evlilikləri deyirlər onlar. Ona görə məncə onlar üçün evlad daha dəyərlidir, fərqlidir məncə.
Daha ileri yaşdadılar, daha yaş baş almışdılar, daha gənc yaşda evlad sahibi olmur onların çoxu. Məsələn, mən belə başa düşdüm ki, siz deyirsiniz ki, müəyyən yaş var ki, o yaşda siz ana olmağa qərar verməlisiniz. Yaşın əslində yaş deyil önəmli olan. Önəmli olan o uşağa baxa biləcək, qavrayacaq, ana olmağı qavrayacaq, məsuliyyət ala bilməkdir. Əgər o uşağın məsuliyyətini ala bilməyəcəksə, yəni 35 yaşda da olsa onun bir mənası yoxdur. Nə bilim 20 yaşda da olsa bir mənası olmaz ki. Məsuliyyəti ala biləcək gücə sahib olmalısan, ona verə biləcəyin, uşaq nə evdir, maşındır, bugün aldın, sabah istəmədin, apardın, satdın. Bu bir canlıdır və ömür boyda sənin baxıb sahib çıxman lazım olan bir canlıdır. Çox təəssüf. Çox təəssüf ki, indi Nahidə kimi də analar var. Uşağını aparıb. Yəni, məsələn, mən o qədər üzülürəm Elgünə. Biraz öncə mənə deyəndə ki, onun qızdırması var. And olsun Allaha ağladım. Onun o içəridə, yəni otaqda bizim işçilər də şahid oldu. Dedim onu, mən gözləyirdim ki, Nahidə onu qucaqlayacaq, öpəcək. Uşağın qızdırması var da. Yəni doğrudan da ailəni və uşağı ciddiyə almaq lazımdır. Yəni uşaq ciddiyyətli bir işdir. Yəni məsələn Nahidə dediniz, Nahidə yəni o bir, heç mən heyvanlara da demərəm, sevgimi bilirsiniz heyvanlara. Yəni bir canlını bugün aldım da sabah mən səni artıq istəmirəm və ya doğum edib dünyaya gətirdin də yox mən bunu istəmirəm, bilirsiniz necə? Gördünüz reklam arasında mən sizə danışdım bizim itimizdən Tokyodan. O dünənləri onu elə hərəkətsiz gördük. İnanırsınız gecə ilə həkimi də mənə bağışlasın. Gecə saat 12-nin yarısında onu həkimə aparmaq, onu analizlər verdirmək. Yəni canlıdır da. Yəni bir insanın heyvana, canlı, belə təbiətə, buna sevgisi, o da bir tərəfə siz onun məsuliyyətini almışsınız, almasaydınız, əgər baxmayacaqsınızsa almayın, hər hansı bir canlı olsun. Yəni məsuliyyətini almışsınız, sahib də çıxmalısınız. Nahidə, yəni deməyim odur ki, o uşaq orada, sən niyə yaxınlaşmadın ona? Yaxınlaşdın, nə oldu? Kim səni qovdu? Dava deyil. Mikrofonu götür. Necə yəni uşaq? Bıraxmadı. Dedi ki, get buradan. Dəqiq, bəli. Buraxmadı. Elgünə yaxınlaşmaq istədim, Xoşqədəm xanım. Yox, mikrofon var. Elgünə yaxınlaşmaq istədim, Elgün məni qoymadı, sonra bu araya girdi. O qoymadı. Özü gəldi, məni vurdu orada. Dedim, sən məni vurursan, mən də onu əzişdirdim ki. Nahidə, məncə sən artıq Muradı boşa, bütün sevgini ver Elgünə ki, onu qazanasan. Boşa onu. At getsin Muradı. Bax, bugündən sənə deyirəm, Muradı boşa. Mən bir məsələni deyim. Bax, neçə dənə reklam olub, reklam arası. Birincidə qovmuşdu. Digər reklam arasında niyə gedib maraqlanmırdın? Çünki sevgi yoxdur. Yox, sevgi var idi. Uşaq qovmuşdu, siz yenə gedərdiniz. Yenə maraqlanırdı. Ancaq Nailə xanım, mən reklamasını eşitdim. Bir ağızdan deyir ki, sumkamda nəsə var, verin o uşaq yesin, verin o uşaq yesin. Yəni, Muraddan boşan. Sevgini Elgünə ver. Hə? Qızım, razısan, verib də, bax, vəkil də buradadır. Sən boşan ondan, sevgini Elgünə... Elə qadın var ki, Xoşqədəm xanım, üzr istəyirəm. Ailəni bir araya gətirir, öz uşağını burada ailə yoxdur səndə. Murad artıq mediasiya müraciət eləyib. Müraciət eləyibdir. Mən deyirəm, boşan, sevgini Elgünə ver. Qazan onu. Boşalaram, yaxşı. Aşaq xidmətə səhər tezdən hazırlaşsın gedək. Boşalıram. Ay, sabah 2 saatdan sonra izləyək Cahit Abbasovun sujetini. 2 saatlıq da. 2 saatlıq, 5 dəqiqədən sonra eşidərsiniz. İzləyək. Səni axtarıram verilişi çərçivəsində Xoşqədəm xanım bacımın mənə göndərdiyi bir çox pasiyent oldu bu ay. Bugün də Gülsüm xanımın əməliyyatındayıq. Onun da Mirvarus əməliyyatını icra edəcəyik. Gəlin əməliyyata başlayaq, bərabər izləyək. Gülsüm xanımın əməliyyatı bitdi. Uğurlu oldu. Çox gec qalınmış mirvari suyuydu.
daş kimi idi, amma çox gözəl keçdi. Təbrik eləyirəm sizi. Çox sağ olun, hökmənlərinizə sağ olun. Sağ ol, çox sağ ol. Mən Xoşqədəm xanımın verilişinə müraciət eləmişəm. Allah ondan razı olsun. O da yönəldi Cahit həkimə. Cahit həkim də gözümü əməliyyat edib, mirvarı suyu idi. Çox gözəl keçdi əməliyyatım. Allah razı olsun hər ikisindən. Teşekkür edək Cahit Şahbazova. Gördüyünüz kimi minlərlə insanı, mən minlərlə deyirəm, təkcə göz əməliyyatları yox, xeyriyyə işlərində, sonra evlər tikilib, nə bilim, çox işlər görmüşük. Onların hər birində Cahit Şahbazovun bir imzası var, o bir Sən Axtarramın. Mən ona həmişə deyirəm ki, sən Sən Axtarramın yarısısan, yarısısan. Çünki indi düzdür, indi çox insanlar çıxıb, bəzən biz yaxşını pis ayıra bilmirik, amma mən sizə deyirəm ki, siz o qədər böyük işlər görmüsünüz ki, hər zaman insanların qəlbində olacaqsınız. Təşəkkür edirəm. İnşallah bu işlərimizə davam edəcək hər şeyə rağmen, bütün hər şeyə rağmen. Yaxşılıq qalib gələcək. Biz bu Səni Axtarram verilişi çərçivəsində milyonlarca insanın sevgisini qazandıq, sarsılmaz sevgisini. Və bu sevgi qarşısında borcumuzdur. Bizə ehtiyacı olan, bizi seçən, tərcih edən hər kəsə xidmət vermək. Təşəkkür edirəm. Sağ olun. Mən Səriyə xanımın əllərindən öpürəm burada. O Azərbaycan üçün çox dəyərli və ləyaqətli bir övlad verib. Bir valideynin ən böyük xidmətidir. Ən böyük əsəridir. Səriyə xanımın ən böyük əsəri onun oğludur burada. Və o bugün xalqımıza, millətimizə nə qədər böyük işlər görüb. Var ol əzizim. Sənin bir fanatın var burada. Gəl görüm. Gəl. Gəl. O qədər gəlib aşağıda dayanıb. Uşaqlar da buraxmayıbdı. Ay can. Necə can. Ay Allah. Gəlin alqışlayaq. Bravo Cahit Şahbazov. Hər evdə belə sevilirsən ha, biləsən. Haycan. Haycan. Çox sevirik sizi. Cahit doktorum. Bir də sizi də Xoşqədəm xanım. Çox sağ ol. Mənə uşaqlar dedi, sən gəlmisən aşağıda Cahit Şahbazovun fanatı. Dedim, dərhal gətir. Can, belə sevgiyə ehtiyacımız var. Həmişə sevin. Sevin. İnsanlara dəyər verin. Yaxşılığa dəyər verin. Qiymət verin. Duyğulandım. Həqiqətən də bu sevgiyə ehtiyacım var idi. Duyğulandım. Səni görürəm ara sıra. Amma bugün buraya gəlişin məni çox sevindirdi. Təşəkkür edirəm. Təşəkkür edək. Doktorumuza da təşəkkür edək. Və bu arada mən qeyd edeyim ki, şad bir xəbər verim. Doktorumuzla mən Aytən Səfərova, uroloq-androloqumuz Bəxtiyar Hüseynov, o cümlədən oftalmoloqumuz Cahit Şahbazovun gələn ay Gəncəyə səfəri gözlənilir və orada da deyəcəyəm, tarixi sahadı, klinikanı deyəcəyəm ki, indidən biləsiniz, yenə də sizləri sevindirəcəyik. Mən xahiş eləmişəm onlardan ki, gedək. Bilirsiniz ki, onlar rayonlara getmir, amma xahiş eləmişəm. İstəyirəm, özəlliklə də Cahit bəy olduğu üçün bəzi həkimlər ölkəmizdə, doğrudan da bəzi həkimlər çox dəyərlidirlər və o insanlar toxunulmaz olmalıdır və mən bunu xahiş eləyirəm. Yəni dayanaraq xahiş eləyirəm ki, doğrudan da bunu həkimlər bilir. Bir həkimin nə qədər dəyərli olduğunu, nə qədər savadlı və ya nə qədər verimli olduğunu bilənlər həkimlərdilər. Ona görə mən bəzi həkimlərimizin, bir çox həkimlərimizin doğrudan da toxunulmaz olmasını istəyirəm. Yəni hər keçən bir daşı atıb keçməməlidir. Qiymət verək, yaxşı insanları ümumiyyətlə qorumaq lazımdır. Mən ümid edirəm ki, Allah da onları qoruyur. Bəndələrin bəzən qorumağına ehtiyacım yoxdur. Onu da deyim, Allah hər zaman yaxşıların üzərində olsun. Leyla xanım gəl. Bizim dəyərli lor cərrahımız, qeyd edeyim, uşaqlarda, böyüklərdə qulaq, burun, boğaz əməliyyatları üçün müraciət edin. 30% endirim var və termal welding cihazı ilə bu əməliyyatlar həyata keçirilir. 050-836 36 da əlaqə nömrəsidir. Neyniyək? Təşəkkür. Gəlsin. Gəlsin görüm. Gəlsin. Hansı əməliyyat həyata keçirdiniz? Deməli, bu pasientdə burun boğaz əməliyyatı icra etmişik. Salamlayıcım. Pasientin baxın çəkisi azdır. Neçə yaşı var? Neçə yaşın var oğlum?
7 yaşı var. Sən 7 yaşı var, bəli, çəkisi yemək azdır. vermirmiş, hə. Çəki cəhətdən azdır, boy cəhətdən balacadır. Ona görə yəni biz analizləri də eləmişdik. Analizlərdə hemoqlobini aşağı səviyyədə idi və biraz trombositləri də yüksək idi. Bu pasiyent neçə dəfə başqa yerlərdə də müraciət olunmuşdu, ancaq yəni özləri valideynlər qorxduğuna görə bizə müraciət etmişdi. Mən də üzümü tutum valideynlərə deyirəm ki, yəni pasiyentlərimiz əgər talasemiya daşıyıcısıdırsa, talasemiya xəstəsidirsə, Down sindromlu xəstələrdir ki, autizm xəstələrimizsə bizə müraciət edə bilərlər. Çünki əməliyyatımız sırf termovendik cihazladır ki, ağrısızdır, qansızdır, heç bir ağrı olmadan, uşaqlar bilmədən, yəni sırf 15 dəqiqəlik narkoz altında bəli əməliyyatlar olunur ki, bəzi həkimlər götürmür. Bu həqiqətən risklidir. Özdə indi də lap da qorxurlar, yazıqlar. Nə qədər əziyyət çəkirlər. Amma Leyla xanım bu əməliyyatları götürür. Biz çox narahatıq. Yəni uşaqları əməliyyat eləmək də bir doğrudan bir məsuliyyətdir, çox məsuliyyətdir. Yəni valideynlərin qarşısında da çox məsuliyyətli olursan, yəni belə pasiyentləri bizə müraciət edə bilərsiniz. Əməliyyatdan sonra heç bir ağrılar olmur. Yəni valideynlər çox vaxt qorxurlar ki, uşaq qorxar, bilməz, psixologiyası pozular, yəni uşağın balaca olduğuna görə. Yəni belə pasiyentləri bizə müraciət edə bilərsiniz. Bir də burun çəpəridir, estetik əməliyyatları da Leyla xanım həyata keçirir. Burun gözəl burunları. Gələn həftə bir pasiyent gətirəcəm inşallah. Yəni Allah qoysa. Gətir. Çox insan mənə müraciət eləyir bununla bağlı. Gələn həftə ilə 4-cü gün olsunlar efirdə onlar da. 050 836 36 36 Leyla xanımın əlaqə nömrəsi. Nəsə demək istəyirsiniz? Babadır da, yəni məncə baba gəlir. Ata, ana. İşləyir, siz narahat. Axşamınız xeyir olsun, dəyərli tamaşaçılar. İlk öncə biz burada oturan ekspertləri salamlayırıq. Mən bir baba olaraq bugün nəvəmi bura gətirdim. Ona görə ki, Leyla xanım artıq bizim ailə həkimimizdir. Doğrudan da çox bacarıqlı bir həkimdir. Ulu Şeyx Nizami o vaxt buyurur ki, kamil bir falançı olsa da insan yaxşıdır yarımçılıq papaqçılıqdan. Nə gözəl. Bəzən, Xoşqədəm xanım, bəzən bilirsiniz, peşə ilə bacarıq bir başqa şeydir. Bilirsiniz necədir? Bu xanım neçə ildir? 6-7 ildir məni tanıyırsınız. Çox nəvələrini eləmişəm. Demək olar ki, bütün nəsildə burun boğaz əməliyyatı qalmayıb eləmişəm. Əməliyyat eləmişdi, hal-hazırda indi bilirsiniz, çox gözəl vəziyyətdədir. Bəli, çempiondur o adam, Avropa çempionudur. Baxın, Leyla xanım çox riskli əməliyyatlar edir. Bu yaşda uşağı doğrudan da əməliyyat eləmək elə belə şey deyil. Mən çox təşəkkür edirəm. Leyla xanımın əlləri qızıldır. Həqiqətən, özü də çox belə həm insan... Bax, siz də məndən öyrənmişsiniz, hə? Xoşqədəm xanım, mən çox sağ olun, çox sağ olun. Deməli, bu qızın sözünü xatırlayıram. İlk dəfə yadındadır da 2016-cı ildə Cahit Şahbazova mən demişdim. Sonra gördüm qızılı götürdülər, mən brilyant dedim. İndi o sözlər gedir, amma sevinirəm, yaxşı götürürəm. Xoşqədəm xanım, bilirsiniz, mən 43 ilin pedaqoji sahədə çalışıyorum. Bilirəm, əzizim, kim həkim o sözü deyirdi qızı, onu mən dedim ilk dəfə. Bəli, siz demişsiniz, doğrudan da belədir. Mən burada oturan Əli Sultan bəlimi salamlayıram. Çox gözəl, onun hadisələrinə mən qulaq asıram. Özdə şəkildən də əslən, mənim orada çoxlu tələbə yoldaşlarım var. Çox sağ olun, belə işi bacaranları siz dəvət edirsiniz. Cahit Şahbazov əməliyyatı. Təşəkkür edirəm, sağ olun, çox sağ olun. Təşəkkürlər, doğrudan da siz xalqın keşiyində duran insanlarsınız, hər birinizi. Təşəkkür edirik sizə. Çox sağ olun. Bir dəqiqə üzr istəyirəm. Çox sağ olun, vaxtımız zaman reklam. Son vaxtlar mənim çox sevimli bir dediyim bir söz var. Deməli, bugün həqiqətən buna ehtiyac var. Mən bunu deməsəm... Amma biraz deyək, çünki məni öldürəcəklər. Şahin qışqırır qulağıma ki, reklam. Başa düşürəm. Fikrət Qoca yazır ki, sığındım bu damdır. Dam da yağışda damdır. Hara baxıram adamdır, insan axtarıram. Doğrudan da peşədə həkim olmaq bir başqa şeydir, insan olmaq bir başqa şeydir. Çox sağ olun, çox təşəkkür edirəm. Çox əziyyət çəkib oradan toya da gecikir, çox sağ olun, təşəkkür edirəm. Minnətdaram, alqışlarla yola salıram və Leyla xanımın əlaqə nömrəsi 05836 36 36-dır. Qısa bir aradan sonra nəhayət ki, Murad üçün gələn o şəxs bu studiyadadır və ümid edirəm ki, bundan sonra Murad Nahidəni bağışlayacaq. Boşanma olmayacaq. Olmayacaq, mən deyirəm. Dostlar, Nərmin axtarılır. Hacıyeva Nərmin, Nəriman qızı Qazaxıstandan Bakıya gəlir və
itkin düşüb. Sponsorlarımıza təşəkkür edirəm. Xüsusi sponsorumuz Mediera Hospitaldır. Qulaq burun boğa Cərrah Azərbaycanın yanında plastik burun əməliyyatlarının qiyməti 1000 manat. Xarici ölkələrdən gələnlər növbədən kənar qəbul olunur. 055 230 32 90 əlaqə nömrəsi, o cümlədən Mediera Hospitalında fizioterapevt, reabilitolog Gülnar Əhmədlinin yanında skalyoz, kifoz problemi olan uşaqlar üçün həkim qəbulu iyun ayının sonuna qədər pulsuzdur. 055 üzr istəyirəm, 051 525 17 17 əlaqə nömrəsində Al Marketə təşəkkür edirəm. 300-dən çox məhsulda möhtəşəm endirimlər var. Həm sevdiyiniz məşhur markalar, həm də Al Marketin yüksək keyfiyyətli hər gün aşağı qiymətə təqdim olunan məhsullarını şok qiymətə əldə edə bilərsiniz. Apro Hospitala təşəkkür edirəm. Təcili yardım, laboratoriya, uzman doktorlarla xidmətinizdə və qeyd edim ki, çox böyük aksiyalar da var. Həkimlərin qəbulunda ödəniş etmədən daxil olacağınız qəbullar da var. 010 203 0088 əlaqə nömrəsidir. Beynəlxalq Təhsil Mərkəzinə təşəkkür edirəm. Heç bir imtahan vermədən övladlarınız dünyanın ən məşhur universitetlərinə qəbul ola bilər. Kreditlə təhsil mümkündür. 051 401 44 43 əlaqə nömrəsidir. Zob doktorumuz Xəqani Həsənova təşəkkür edirəm. Boğulma, təngi nəfəslik, əzələ zəifliyi, səbəbsiz çəkiniz artıb azalırsa dərhal müraciət edin. Həm Bakı, həm də rayonlarda qəbul edirsiniz. 050 603 81 82 əlaqə nömrəsi və bu arada əziz Quba 22 iyun Qubada, 27 iyun Gəncədə olacaqdır. Oftalmoloqumuz Cahit Şahbazova təşəkkür edirəm. Ekzmer lazer əməliyyatı, tükücü çəpli əməliyyatı, göz dibi əməliyyatı, mirvari suyu əməliyyatı istəyənlər 050 780 70-ə zəng edin. Aytən Sonsuq Mərkəzinə təşəkkür edirəm. Regionun ən böyük sonsuq mərkəzidir. 10 il, 20 il, 30 il uşağı olmayanlar 2000 manata Aytən xanımın yandan ola bilərsiniz. 050 455 82 82 əlaqə nömrəsidir. Uzman uroloq androloqumuz Bəxtiyar Hüseynovun yanında uroloji, androloji əməliyyatları icbari sığorta ilə etdirə bilərsiniz. Bu arada uşaqlarınızı androloji yoxlamalardan keçirin. İyun ayının sonuna qədər 30% indirim var. 055 694 40 50. Lor cərrahımız Leyla Zülfüqarovaya təşəkkür edirəm. Uşaqlarda, böyüklərdə qulaq, burun, boğaz əməliyyatlarına 30% indirim. Bu arada plastik burun əməliyyatlarınız üçün də 050 836 36 36-ya müraciət edin. Vertebroloqumuz Röya Musayevaya təşəkkür edirəm. Almaniyada ixtisaslaşıb. Serebral iflit, çanaq deformasiyaları, yaslı pəncəlik, skalyoz, kifoz, əzələ zəifliyi kimi problemi olanlar 055 972 29 39-a zəng edin. Bu arada 21 iyunda harda olacaq? Bərdədə. Ona görə yazılın qəbula. Hə. Nərmin səhv yazısı var idi. Verin efirə. Qazaxstandan ilk gün düşübdü. Ailə deyir ki, Nərminin başında bir iş var. Həyatı boyu Nərmin uşaqlarını qoyub qaça bilməz. Ər də deyir ki, mənim xanımımın niyə qaçdığını bilirəm. Amma Xoşqədəm xanım bu haqda heç nə danışmır. Səs yazısını verə bilirsiniz efirə. Onun əri gözünün içinə kimi yalan deyir. Xoşqədəm xanım elə rus qadını gətirib, deyir bu gündən sonra burada yaşayacaq. Hal-hazırda efirdə baxıram. Deyir burada yaşayacaqdır, mən iki yerə çatdıra bilmirəm. Nərmin də ona görə qızın vurub başını yarıb, o da yıxıb, niyə onu döymüsən? Nərmin döyülürmüş deyirlər. Və bəlkə də Nərmini öldürübdü ər deyirlər. Mən demirəm ha. Bunu Nərminin qohumları deyir. Deyir ki, çünki Nərmin o qədər yazıq, o qədər məsum, o qədər məzlum bir qız olubdu ki, o həyatı boyu uşaqlarını ata bilməz. Düzdür, ay dayı. Elə deyirsən də, mikrofonu götür. Ora köçəndən sonra ona ancaq işgəncələr veribdi. O Nərmin öz uşağına kətə pişirib, baş ayaq üçün saxlayırmış. Yəni orada olan Azərbaycanlar... 12 ilə onlar danışır. Bəli, o Azərbaycanlar bizə məlumat veribdi. Hə, belə. Nərmin qaçan günündə
Ay qarış, belə Nərmin şeylər Qasım. danışma. Bu işgəncədir, bu olmaz, bu olmaz, Mən də bu olmaz. Bu Xoşqədəm sizin xanım, dediyiniz sözlərdir. Ona Bu sual sözlər verirəm bizə aid ki, deyil, siz bilirəm, deyirsiniz. ona sual verirəm ki, bu ayın 8-də çıxıbsa, siz niyə mənə 15-ində məlumat verirsiniz? Niyə gedib Bunu aeroportda məlumat verib şəklini verməmsiniz ki, buraxmayın gedə? Doğru. Polisə Doğru. şəfil verəcək. Nə deyirdin? Bu bilirsən, Qazaxıstanda bir dəfə birini tapmışdınız. Qardaşı gəldi bir dəfə hansısa efirdə ağlayırdı. Bir dəqiqə əsəbləşdim. Bir dəfə biri gəlmişdi, oturmuşdu verilişinizdə. Qardaşı gəlib Qazaxıstandan axtaranda. Xoşqədəm tapdı o xanımı. Xoşqədəm tapdı, qardaşına verdi. Ki, sənin bacın dünyasını dəyişir. O qızın da Xoşqədəm deyirsən, eləmi? Bəli. Bəli. Xoşqədəm xanım Hidayət qızı tapdı, onu gətirdi. Deyəndə qardaşına məlumat verədi. Qardaş göz yaşına boğuldu. Bunu deyir, Aygül'ü deyir, Aygül'ü deyir. Bəli, bəli, Aygül'ü. Otur qızım. Otur. Allah eləməsin. Ay doktor Allah gel. eləməsin, Allah uzaq eləsin. Ay doktorun təşəkkürün verin. Allah sənə qurban olum. Yox, Könül xanım, mən artıq razıyam. Nahidə veriliş aparsın. Tərpənə bilmirdim, dura bilmirdim. Elə uzanırdım ağzı üstə, nə dura bilmirdim, nə otur. Duranda da qışqırdım, o qədər bərk ağrıydı. Getdim nirpatoloqa, malca yazdılar, heç nə olmadı. MRT-yə girdim, dedilər sınığı var. Bəs başqa yerdə əməliyyat eləmədilər sınığını? Yox. Eləmədilər. Niyə eləmədilər? Sümük əriməsi var, açıq əməliyyat edilər olmaz. Metibrid içdiyimə görə sümükdə ərimə olmuşdu. Səndə nə xəstəliyi var ki, metibrid içirsən? Revmatizm artrit var. Revmatoidli artrit xəstəliyi. 10 ilə yaxındır başda. Evdə bəs o ağrın olan mərhələdə necə gəzirdi, necə hərəkət eləyirdi? Çəli ilə, iki çəlinin güclə qaldırırdı qız məni, oturdurdu. Nə otura bilmirdim, nə dura bilmirdim. Belə müsibətdə dəhşət idi. Xəstəmizin belində gördüyümüz kimi fəqərəsi sınmışdır. Əməliyyatxana şəraitində iynə ilə daxil olaraq sınan fəqərənin içərisinə sümük, sement maddəsi vurduq. Bununla da əməliyyatımız sonlandı. İndi necədir vəziyyətin hal-hazırda? İndi şükür Allah hər şey yaxşıdır. Dururam da, gəzirəm də, otururam da. Rahat, özüm durub, özüm otururam da. Təşəkkür edək Əli Osman Qədimbəliyə və bu arada qeyd edim ki, qapalı endoskopik əməliyyatlarda 2 qol əməliyyat üçün müraciət edirsinizsə, onun biri ödənişsizdir. 055 296 66 66 68-ə zəng edin. Bu arada doktorumuz 27-28 iyunda Gəncədə olacaq. Gəncə və Gəncə ətrafından bizi izləyənlər qeydiyyatdan keçin. Buyurun doktor. Bu xəstəmizdə sümük əriməsi xəstəliyi vardı. Biz buna osteoporoz deyirik. Bu ən çox 50 yaş üstə qadınlarda olur. Revmatoid artritdə bəzi dərman istifadə edən xanımlarda olur. Erkən klimaks keçirən analarımızda ola bilir və erkən ginekoloji əməliyyatlar keçirən insanlarda olur. Bu anda xəstə heç özü fərqində olmadan ani bir hərəkət nəticəsində fəqərəsi sına bilir. Və bəzən xəstəni MRT elətdikdə fəqərə o qədər paramparça olur ki, xəstəyə soruşursan ki, yıxılmısanmı, qəza mı keçirmisən, xəstə deyir bir şey olmayıb, amma fəqərəsi sınır. Əvvəllər bu xəstələr 6 ay yataq rejimində olurdu və yaxud da bunları implant qoyurduq. Ancaq son zamanlar artıq biz bu xəstələrə tam 10 dəqiqə ərzində ekranda gördüyümüz kimi xüsusi iynə ilə daxil oluruq, sınan fəqərənin hündürlüyünü qaldırırıq və ora sement vururuq. 10 dəqiqə ərzində xəstənin bu ağrıdan, acıdan tamamilə canı qurtarmış olur. Xəstənin yaşının, çəkisinin, şəkərinin olmasının, açıq ürək əməliyyatının olmasının, stentin olmasının bu əməliyyatlara heç bir əks göstərişi yoxdur. Çünki bu əməliyyatlar tamamilə narkozsuz olunur və həmən gündə xəstə evə getmiş olur. Qeyd edim ki, Əli Osman Qədimbəli Medera Hospitalındadır. İcbari sığorta ilə də əməliyyatlar olunur. 055 296 66 68-ə zəng edin. Doktorumuza təşəkkür edin. Bu arada Zob doktorumuz Xəqani Həsənov 22 iyunda Qubaya, 27 iyun Gəncəyə, 28 iyun Mingəçevir, 3 iyul Sabirabadda olacaq. İndidən doktorumuzun qəbuluna yazılın. 050 603 81 82 Zob doktorumuzun əlaqə nömrəsidir və gəl bura xanım. Tez qız gələn, deməli, Aynur niyə yoxdur burada, ay Murad? Aynur, səninlə mən Aynur'a kömək eləyəcəm deyəndən sonra Aynur efirə gəlmir, Murad. Dünən hardaydın Murad? Dünən hardaydın? Aynur'un yanına. Oraya uğradım, evet. Aynur'un yanına git. Evet uğradım. İyi de çöme gitmemi istedi ya. Ona bağlandım. Sonra verirsiniz mahremiyyət. Skanor. Nə işiniz var idi onun yanında? Ha. Aşk Sonra kimsə paylaşacaq, bu elə özü etiraf eləsin. Yok canım, bunda bir şey yok.
Elə onluq bir şey yox, bunluq bir şey yox. Deməli, bizim ən, belə deyək, itkinimiz Fatimənin şəklini verim. Bir dəqiqəyə... Mən çölə çıxa bilərəm, ürəyim artıq. Ay qız, otur burada, git, dey burada otur. Ürəyi ağrıyır. Gördünüz? Ay qızım, ürəyi niyə ağrıdı? Ona dərman ver. Ağlama indi, yəni Murad başa düşmədim. Murad gedib orasa, biri var paylaşımlardan görərdim, bir də var belə bil də, gedib orada. Nə var ki? Fatiməni bir dəqiqəyə tapmışıq. Buradadır Fatimə. Gəl Fatimə. Təşəkkür ederim. Gəl bura. Az bal yığanda qaçırlar. Mən demişəm, qaçanda beynəlxalq təhsil mərkəzidir. Gəl. Niyə ağladırsınız? Niyə ağladırsınız analarınızı? Niyə incitirsiniz? Bir gün gibi yazık qadın, əziyyət çəkir, zülüm çəkir sizə. Analarınızı incitməyin. Az bal toplamışsınız, yeni okuyarsınız, təkrar verərsiniz. Amma ananızı tapmayacaqsınız, ona vuracağınız o zərəri heç nə ilə... Vallahi, mən deyirəm qaçanda, təhsil üçün qaçanda beynəlxalq təhsil mərkəzinə qaçın. Ya da mənim yanıma qaçın, ora yönlənin. Gedin, bir daha olmasın. Oldu? Tut ananın əlindən və get qızım. Xahiş edirəm. Buyurun. Xoş gedəm xanım. Kimə edə bilərsiniz? Mən qızımla kömək edə bilərik. Edərik. Əsas oxusun. Erkən nigahlara yox. Az yaşda ərə getməyə yox deyirik, amma təhsilə hə deyirik. Hə deyirəm təhsilə. Kömək edərik. Gedin. Gedin. Sağ olun. Qoy qızlar məndən təhsil istəsin. Qoy bütün balalar təhsil desin. Mən onu sevə-sevə edəcəm. Yetər ki, illərdir erkən nigahlara yox deyirəm. Və o vaxtı millət vəkili Rəbiyyət xanım demişdi ki, məişət zorakılığı haqqında 2010-cu ildə qəbul olunan o qanun ki vardı. O qanun səni axtarıramda o müzakirə olunan o erkən nigahlar biz də müraciət etmişdik. Mən indi fikirləşirəm ki, həqiqətən nə qədər böyük işlər görmüşük. İndi də deyirəm, təhsil, 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 övladlarınıza təhsil verin. Murad, ağladın, qutardın qızım? Murad, mən deyirəm ki, o bilsin də. Yəni, sonra bir də görəcəksən o biri keçən dəfəki alış-veriş mərkəzindəki kimi paylaşacaqlar. Dünən sən niyə get... Gizli kapaklı bir şey yok ki. Sistem hata verdi. E-Devlet'e de giremedik. Ayrı bir mevzu da. Yarın geldiğinde kendisine sorarsın. Sana şey diyeceğim. Ayıp olsun senin kimi bir erkeğe. Erkeğe. Çok ayıp olsun. Otur. Yazıklar olsun senin gibi erkeğe. Neye? Hə, bəyə. Bu bir dənə bu görüntüləri verək Şahin. Restoranda barışıq üçün sonuncu dəfə Nail görüşdürdüm, sənsiz görüşdürdüm qardaş. Yəni, bəli. Ben de hakikaten de çalışmam. Sana bir sefer romantik yapmak kalktık. Çok da üzüldü. Böyle Ya ne saadesi. ayrıldı. Ya 45 bin lira vermişim. O ana kadar ona gerçek yüzük takamamışım. Dedim ki şöyle romantizm bir şekilde evlilik teklifi de yapamamıştım. Tamam mı? Yüzüğü atayım. Bir evlilik teklifi yok. Güzel bir teklif. Giderken yol kenarında bir tane restoran gördüm. Gel dedim oradan dedim gidelim. İçeri girdik. İçeride et ürünleri var. Üzüğü de sen Ne söyledim hatırlamıyorum. Yemek söyledim. İş çok. Deməli, biz həmişə ailələrin birləşməsi üçün çalışırıq. Həqiqətən, mən boşanmalara çox ciddi şəkildə etiraz edən bir insanım. Düzdür, əgər orada işgəncə varsa, orada keçimsizlik varsa, bəli, o qadını oradan xilas eləmək lazımdır. Yox, əgər orada elə bir şey yoxdursa, kiçik söz-söhbətlər varsa, əlbəttə ki, mən onda çalışmışam ki, ailələri birləşdirəm.
boşanmaların sayı nə qədər az olarsa, nə qədər ailələrdə, yəni bütövlük birlikdəlik olarsa, o zaman uşaqlar da, o evdə böyüyən uşaqlar da xoşbəxt olar və o ailələr cəmiyyət üçün yararlı ailə ola bilər. Amma təəssüf edirəm ki, bəzən bu mümkün deyil, dostlar. Məsələn, indi Qazaxıstandan Nərmin çıxır və yoxa çıxıb. Hacıyeva Nərmin, Nəriman qızı. Bugün mən bilmirəm ki, hələ ki, həyat yoldaşının dediyi heç bir şey mən özü də istəmir, heç mən də bunu efirdə deyə bilmərəm. Amma 3 uşaqla 12 il bir yerdə yaşayan bir ailənin dağılmasına mən razı ola bilmərəm. Kaş ki, Nərmin həyatda ola, kaş ki Nərmini biz tapaq, o ailənin birləşməsi üçün əgər mümkündürsə, əgər ailəni döyməyibsə, əgər ailədə işgəncədən söhbət getmirsə, niyə barışıq olmasın ki? Yoxdur, 5 uşağım var, özüm saxlayacağım yanımda. Yəni istəməzsən. Balaları ilə bir yerdə, bəli. Yəni, onun 4 dənə uşağı var, 3 dənə yox. Aha, əslində Nahidədə də mən bu ailənin birləşməsini istəyirəm. Bunu Murad da bilir, mən ondan gizli heç bir şeyim yoxdur. Özü də əgər xatırlayırsa, mən onu hətta efirdən öncə də hər dəfə onunla danışıram ki, bu barışıq olsun, o ailə olsun, Elgünü də yanınıza alın, onun təhsilini də biz verəcəyik, Elgünün təhsilini də biz verəcəyik. Demişəm ya deməmişəm Murad? Dedin. Rica etmişəm ki, yəni bu evlilik olsun. Çünki əgər Murad rəsmi nigahda, həm Türkiyədə, həm Azərbaycanda bu xanımlar rəsmi nigaha giribdir. Yəni bu qeyri-rəsmi bir nigah deyil. Nigahı pozmağa nə var ki? Alıb, gedib, orada da, burada da bütün o testlərdən keçib, bütün analizləri verilir. İndi özünüz bilirsiniz, həm Azərbaycanda, həm Türkiyədə. Hər şey normal. Yəni bir oradan çıxıb Azərbaycana gəlibsə, ondan imtina eləmək olmaz. Bu ailənin ayrılması üçün səbəb ola bilməz. Düzdürmü Murad? Yəni çıxıb Türkiyədən Azərbaycana gəlmək ailəni atmaq olmamalıdır, boşanmaq. Tek sebep o değil. Bırak da o bende kalsın. Bırax da, başqa nə səbəb var ki? Heç bir səbəb yox. Sadəcə demədən gəldiyinə görə qaynana da dedi ki, o bizə demədən tərk eləyibdi. Ona görə də biz onu qəbul etmirik. Əslində qəlbində sevir. Gördünüz necə müdafiə edirdi onu? Müdafiə nə alakası var ya? Demək qəlbinizdə sizdə ona qarşı müsbət hisslər var. O olmasaydı da bir başkası olsaydı ben onu da müdafaa ederdim. Naide olmasıyla alakalı değil o. Haksızlığa olmuş kim olursa olsun ben müdafaa ederim. Ben öyle yetiştim. Bak, niye kutuyu açma diyorum. Size değil diyorum. Şey yok. Ortada, Seyran Bey yok. Evet. Ortada bir iddiada bulundu. Hatalıysam özür de dilerim dedi. Bu kadar basit yani. Ona görə Nahidə də əl çəkmir də. Özünüzü belə gözəl, xeyirxah insansınız. Bəs Nahidə əl buraxarmı sizi belə yaxşı, xeyirxah həyat yoldaşına? Bak, bir yemin ettiğim zaman ölsem o sözümden dönmem. Yeminimden dönmem. O yemini hiçbir şey bozamaz. Ben and içtim. Qazaxıstanla bağlanmaq istəyən var idi. Bir xanım bağlanmaq istəyirdi. Şahin, bağlayın efirə. Murad, artıq müraciət eləmisən. O vəkilin də var artıq. Nail müəllimdir sənin vəkilin. Mən heç nə deyə bilmərəm. Bu artıq sənin öz işindir. Sadəcə mən çox çalışdım, çox cəhd etdim ki, bu ailə dağılmasın. Allah razı olsun, doğruyu yaptınız. Bu boşanma olmasın deyə əlimdən gələni etdim. Allah da şahiddir. Tamam canım, doğruyu yaptınız. Bu şekilde devam edin. Ama bu bizim için geçerli olmayacak. Tərsiz Siz inanırsınız ki, Nərminin başına nəsə gəlibdir? Mən də inanıram ki, öldürüb onu. Yəni siz inanmırsınız ki, Nərmin qaçıb Azərbaycana gələ bilər? Mən inanmıram o sağ ola. Sağ olduğuna inanmırsınız. Bəli. Yəni o ömrü boyu Azərbaycana düşən zəng eləməliydi. Çünki gəlmişəm, gəlmən aldım.
Yox, Xoşqədəm xanım. Biz də bilirik, samolyota 15 kilodan yük götürməyə qoymurlar. Bu 2 meşə paltarı nətər özü ilə keçirib Azərbaycana gətirib. 15 kilodan yuxarı qoymurlar. Yəni deyirsiniz ki, o sizin təbirinizcə desək, Şahin bağlantımız var mı? 2 meşə paltarla gəlib Azərbaycana. Bir dənə çıtağa paltarı qalmayıb, hamısını yox götürür. Paltarların da götürür. Bəli, güya. Güya, ha. Yoldaşın dediyi telefonum. Amma düz söz var. O bəli, uşaqların götürə bilməyibsə, mən inanmıram paltarın götürərdi. Mənə də inanmıram. Oğlanların götürməsə də o körpə Şahin, əlaqə nömrəsini vermişdim. Ata bilərsiniz, Samirə. Körpə qız uşağını gətirərdi özünə. Amma sərhədli götürə bilməzdi artıq atasının icazəsi olmadan. Nərmin xanımla 12 il ərzində istəvə əlaqə saxlamışdı. Samirə, mən dərhal... Qızımla yazışıb WhatsApp-da. Mütəmadi əlaqə saxlayırdı. Bəli, 5-ci gün, bəli. Vətəndaşlığı hara vətəndaşlığı deyirdi, mütəmadi. Demir, yox. Vətəndaşlığı hara vətəndaşlığı da yox. Biz Ağdamlıyıq, o Ağzabədiyərə getmişik. Ay, Azərbaycan vətəndaşıdır da. Bəli, prosto Qazaxıstana qeydiyyata düşür. O yoldaşının razılıq ərizəsi olmadan Azərbaycan vətəndaşı olduğuna görə uşağı götürüb Qazaxıstandan gələ bilərdimi? Yox. Uşağı götürüb gətirmək çətindir. Yox, bir də ki, anasına zəng eləyib oğlan. Ancaq özü yetkinlik yaşına çatmış adamdır, özü rahat çıxa bilər. Yox, yəni o uşağı bəlkə ona görə götürə bilməyibdir ki, ərinin razılığı olmayıbdır da. Ay yoldaş, eşidirsiniz mən nə deyirəm? Deyirəm, əri razılıq verməsə gətirə bilməz. Bildim. Salam əleykim. Salam. Nərminlə bağlı nəsə demək istəyirdiniz? Buyurun, canlı yayıma bağlanmışsınız. Vallahi mən burada Nərmini bir millət kimi, bir nətər deyəm, öz balam kimi tanıdığım bir insanam. Nərmindən mən pis bir şey burada, 13 ildə o insanı mən tanıyıram, burada yaşayır vallahi. Yəni Nərminin uşaqlarını qoyub getməsinə inanırsınızmı? Vallahi inana bilmirəm, heç vaxt inana bilmirəm. Ona görə ki, o çox ailə istəyən, bal istəyən, ərindən də heç vaxt şikayət eləmirdi. Deyirdi, amma dayı deyir ki, əri onu döyübdü, əri ona işgəncə veribdi. Yox, mən onları görməmişəm, deyə bilmərəm, valla. Bizim aramızda biraz fərq var idi, amma Nərmini bir sakit gəlin kimi, balalarına baxan... Yəni 12 ildə Nərmini ərinin döyməsi və ya Nərminin ərindən şikayət etməsini eşitmisiniz ya yox? Yox, görməmişəm, deyə bilmərəm. Amma belə onu mən bir namuslu, qeyrətli gəlin kimi tanımışam. Onun bir dənə burada 13 ildir mən onu burada bir şəhərdə yaşayırıq. Mən onun bir dənə ayağın əyri qoymağını, namussuzluğu barədə heç bir şey deyə bilmərəm. Çünki görməmişəm. Mən onu gözəl bir ana kimi tanıyıram. Aydındır. Təşəkkür edirəm xanım. Çox sağ olun. Qeyd edeyim ki, Hacıyeva Nərmin Nərman qızı 10 iyunda Qazaxıstandan çıxıb deyilənlərə görə Bakıya, Azərbaycana gəlib, amma Nərmin yoxdur ortada. Sən axtarıram indi Nərminlə bağlı bir araşdırmaya başlayıb və artıq Murad, hazırıq mı? Murad. Dinliyorum. Bugünə qədər səni müdafiə eləmişəm. Bu ana qədər bu evliliyin bitməsini istəməmişəm. Nail müəllim də şahiddir ki, mən demişəm ki, birinci tək bir insandır Nahidə, heç kəsi yox, çarəsiz bir insandır. Bilirsiniz, mənim əgər zərrə qədər bir insana köməyim varsa, bilin ki, onu çarəsiz bilib yardım edirəm. Və yəni burada onsuz da sən axtaramda o qədər talelər var ki, bax bizim
Qız orada oturub Fatimə dünənləri bacısı ilə neçə illərdən sonra görüşdürdü. İndi bir dənə də problemi var. Həm təhsili ona da yardım etmək üçün buradadır. Amma mənim bu qıza kömək etmək, onun oğluna kömək etmək. Bax, Nailə xanımı, onun sayəsində Nailə xanımı tanıdım. Küçələrdən, nə bilim, qab yığıb, dəmir yığıb, kiminsə uşağını saxlayan bir anaya kömək etmək olub məqsədi. Amma sənin ilk dəfə səndən bir şey istəyəcəyəm. Bax, bu günə qədər istədiyim heç bir şey etmədin o qızla bağlı, barışmaq falan, özün bilərsən. Amma səndən bircə dənə rica etmək istəyirəm. Dinliyorum. Mənim səndən bir xahişim olacaq. O xahişimi nəzərə al. Bir dəqiqə. Bir saniyə mən... Xüsusi sponsorlar Medero Hospitalı, Almarket, Apro Hospitalı. Sponsorlar uzman doktor oftalmoloq Cahid Şahbazov, Aytən Sonsuzluq Mərkəzi, Zob xəstəlikləri üzrə mütəxəssis Xəqani Həsənov, həkim kosmetoloq Nigar Sultanova, uzman uroloq Bəxtiyar Hüseynov, doktor Röya Musayeva, lor cərrah Leyla Zülfüqarova və Beynəlxalq Təhsil Mərkəzinin sponsorluğunda Səni axtarırama baxdınız.